Davam edirik uşaqlar. Hansı nöqtələr O, Y oxuna əsasən, yəni ordinat oxuna əsasən simmetrikdir? Gəlin burada bu oxları qoyaq. Deməli 2 və -6. 2 və -6. -6. Daha sonra 2 və 6. 2 və 6. Bəli. Deməli, hansı nöqtələr simmetrikdir deyəndə, burada bu absiz oxuna nəzərən simmetrikdir, yəni ordinat oxuna yox. Fikir verirsinizsə, güzgü əksidir. Bunu çevirsək, olacaq, belə deyək də, bir-birinin əksi. Deməli, A variantımız deyil. 1 və sonra B variantı -5 və -10, -5 və -10 istəyir. -5 və -10. Sonra 5 və 10'u istəyir. 5 və 10 ümumiyyətlə simmetrik deyil. Yəni qarşı bucaqlardır. Bunu da götürməyəcəyik. Yəni bu da deyil. A da deyil. 1 və 3 -1 və -3. 1 və 3'ü götürək. 1 və 3. -1 və deməli -1 və -3. Burada da simmetrik yoxdur. D variantına baxaq. -7 və -9. -7 və -9. Ondan sonra 7 və -9. Bəli, bu bir-birinə deməli ordinat oxuna nəzərən, bəli, simmetrikli cavabımız olur D variantı. Deyir, şəkildə əsasən hansı iki nöqtə absiz oxuna paralel düz xətt üzərində yerləşir? Absiz oxuna paralel düz xətt. Absiz oxumuz X-dir. Paralel xətt üzərində yerləşir DY. Göründüyü kimi və QL. İki nöqtə. Hansı iki nöqtə absiz oxuna paralel düz xəttdə yerləşir? Bəli, paralel düz xəttdə yerləşir absiz oxuna. Burada QL verib, yox. Bəs DY, bəli, DY-ni verib. Amma əslində burada ikisi də uyğun gəlir, yəni. Baxaq diqqətlə, QL və DY. Hər ikisi uyğun gəlir, sadəcə yoxdur hər ikisi. Keçirik növbətiyə. Düzbucaqlı koordinat sistemində A 1, 3, B -4, -2'dir. Düzbucaqlı koordinat sistemində A 1, 3'dür. 1, 3. Bu ad. B -4 və -2'dir. -4 və -2. Yenidən çəkək. -4 və -2. İndi baxaq. B-dir. Düz xəttin absiz oxu ilə kəşf nöqtəsinin koordinatlarını tapın. Deməli, nöqtələrindən keçən düz xəttin absiz oxu ilə kəsişmə nöqtələrini tapın deyir. Kəsişmə nöqtələri birinci -2, ondan sonra isə 1 hardasa uyğun gəlir. -2 və 1. -2 və 0 da götürə bilərik əslində. -2 və 0. Bir dəqiqə geriyə gedək. Deməli, 4 -2'dirsə -2, buradan -2, digərinə 0, bəli, gedə bilir. -2 və 2 də götürə bilərdik, amma yoxdur. -2 və 0 götürürük. Çünki başqa cür, bir dəqiqə, -2 və 0 götürürəm. Yenidən çəkək. Deməli, A 1 və 3'dür. Sonra B
B mənfi 4 və 2 mənfi 2'dir. Sonra. İndi gəlin buradan oxu çəkək. Ox. Deməli, mənfi 2 və 0 xəttlərindən kəsişir. Mənfi 2 və 0'dan kəsişir. Qoyaq 0'ı. Daha çox uyğun gəlir. Sonra mənfi 3 və 2 B və X verilmiş AB xətt parçasının 7 vahid olarsa X aşağıdakilərdən hansı ola bilər? AB parçasının uzunluğu mənfi 3 və 2 verilib. Bunu buradan silək. A mənfi 3 və 2 verilib. Mənfi 3 və 2. B X və 2 verilib. Bu A. B X və 2 verilib. Aha. AB parçasının uzunluğu 7 vahid olarsa. Üç 2 olsa 1, 2, 3, 4, 5, 6, 7. Deməli 4 ola bilər. Deməli 4'dür ki, buradan 3, bu da B nöqtəsi olur da. AB parçası olur 4. 7 vahid. Sonra deyir ki, baxaq digərinə. A 5 və 6 olarsa, A 5 və 6 olarsa, 5 və 6 olarsa, deməli B 5 və X nöqtələri verilmiş AB parçasının uzunluğu 8 vahid olarsa. Deməli burada 1, 2, 3, 4, 5, 6, 7, 8'dirsə, görək neçə verib? 5 və X verib. 5 və X veribsə, onda buradan 5 və X. Deməli buradan sayırıq ki, buradan 6 dənə, uzunluğu 8'dirsə, deməli 2 dənə də buradan artırsaq, deməli mənfi 3 olacaq. Mənfi 3 var, bəli. AB parçası uzunluğu əgər 8 vahiddirsə, 1, 2, 3, 4, 5, 6, 7, 8, daha doğrusu mənfi 2. Mənfi 2 olacaq. Bu da belə.